Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu investorlar üçün öncədən lazım infrastrukturla təmin edilmiş sənaye əraziləri təqdim etməyə hazırdır. Bu barədə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli orqanının idarə heyətinin sədri Valih Ələsgərov Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı konfransında bildirib. Onun sözlərinə görə bu sənaye ərazilərində fəaliyyət göstərmək istəyən biznes qurumları heç bir dövlət qurumunun qapısını döymədən işə başlaya biləcəklər. Qanunla Ələt Azad İqtisadi Zonasının eksterritoriallığı təmin edilibdir və Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun müstəqilliyi təmin edilibdir. Bu o deməkdir ki, bizim investorlar, bizim klientlər heç bir ehtiyac yoxdur. Hər hansı bir səbəbə görə, hər hansı bir işə görə, hər hansı bir dövlət qurumunun qapısını açsın. Bütün məsələləri biz həll edirik, bütün məsələləri həll etmək səlahiyyət Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumuna verilibdir. Bu da investorlar üçün təbii ki, böyük bir avantajdır. Bu asanlaşma İrlandiyanın Shennon, Sinqapurun Churong və Çinin Shenzhen azad iqtisadi zonalarının təcrübəsi əsasında tətbiq edilib. Öncədən hazırlanmış sənaye əraziləri bu azad iqtisadi zonaların uğurlu inkişafının əsasında dayanır. Bununla yanaşı Ələt Azad İqtisadi Zonasında vergi və rüsumlardan 100%lik azad etmə rejimi tətbiq edilir. Vergidən azad etmə, gömrük rüsumlarından azad etmə, özdə belə deyim, yarımçıq 50% bir vergidən, 20% o bir vergidən azad etmə yox. %100 tüm vergilərdən investorlar azaddır, %100 gömrük rüsumlarından və ödənişlərdən, vergilərdən azaddılar. Və bunları nəzərə alaraq, mən deyə bilərəm ki, Ələt Azad İqtisadi Zonası regionun ən cəlbedici azad iqtisadi zonasıdır və bunu bizim artıq bugünkü təcrübəmiz göstərir. Ələt Azad İqtisadi Zonasının Bakı Dəniz Ticarəti Limanının yaxınlığında, həmçinin şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi də ora yerləşəcək rezidentlər üçün xüsusi üstünlüklər təqdim edir. Rəhbərlik bu üstünlüklər sayəsində azad iqtisadi zonaya çox sayda rezident cəlb etməyi planlaşdırır. Gələcək investorlar üçün deyim ki, bugün biz birinci mərhələdə bu 2 il bundan öncə 60 hektar ərazini təqdim etməyə hazırıq. Bu yaxınlarda növbəti 138 hektar ərazini investorlara təqdim etməyə hazırıq olacaq. Bir il yarımdan sonra növbəti 364 hektar ərazini investorlara təqdim etməyə hazır olacaq və cəmisi bugünə aşağısı 6500 hektar ərazimiz var və ona görə də istənilən şirkət gəlsə, istənilən həcmdə, istənilən ölçüdə ərazi təqdim etməyə biz hazırıq. Gəlin, işinizi qurun, mənfəətlə işləyin, özünüzü və bizi sevindirin. Rezidentlər Ələt İqtisadi Zonasının ərazisində tikilən böyük hava limanının xidmətindən də istifadə edə biləcəklər. Hava limanının ərazisi birinci mərhələdə 750 hektar olacaq, sonra böyüdüləcək. Bu hava limanı yükdaşımalar üzrə ixtisaslaşacaq və bu zonada istehsal edilən məhsulların ixracına böyük logistik dəstək verəcək.